Salam əzizlərim, hər vaxtınız xeyir olsun. Yenə qarşınızda mən Maya və Bircik annem bu sizlər üçün nar salatı hazırlayacağıq. Bunun üçün bizə 1 stəkan nar, 50 qram qoz, qaynadılmış 2 ədəd yumurta, qaynadılmış 2 ədəd kök, çuğundur, kartof və 200 qram qaynadılmış, doğranılmış fil lazımdır. Duz, istiot və gedəcəyi qədər mayonez. Demək əzizlərim, ilk öncə qaynadılmış 2 ədəd kartofumuzu əlavə edirik qaba. Daha sonra kök, çuğundur və 2 ədəd yumurta. Hamısı qaynadılmış formada. Daha sonra 200 qram qaynadılmış filemizi də əlavə edirik. Ardınca 50 qram qoz və yaxşıca qarışdırırıq. Daha sonra 1 stəkan narımızı əlavə edirik. Həmişə olduğu kimi duz, istiot unutmuruq. Təkrar yaxşıca qarışdırırıq. Və ardınca mayonezimizi əlavə edirik. Yaxşıca karışdırırıq. Və əzizlərim, bu da bizim möhtəşəm nar salatımız. Dadına söz ola bilməz, görünüşü də olduqca gözəl görsənir. Və indi sizə birlikdə nar salatımızın dadına baxacağım. Bir parça götürürük. Dadına əzizlərim, bir sözlə söz ola bilməz. Hər bir şey, dadı, tamı yerindədir. Zəhmət olmasa, videolarımızı bəyənib, kanalımıza abunə olmağı unutmayın ki, gələn yeni ləzzətlərdə qarşınızda olaq. Sevilirsiniz, öpülürsünüz.